Deməli, gəlin bunları yazaq indi. Deyir ki, metallar daxil edilən qablarda reaksiyadan sonra alınmış məhsulların kütlələrini müqayisə edin deyir. Su artıq miqdarda götürülmüşdür. Tamam. Görürsünüz ki, m qram kalsium girib, m qram lityum girib, m qram natrium girib. Düzdürmü? Və suların da molları içində də n oldu. Bizdən də nəyi soruşur? Alınmış məhsulların kütlələrini müqayisə edin. Yəni birinciden alınan məhlulun kütləsi, ikinciden alınan məhlulun kütləsi, üçüncüden alınan məhlulun kütləsini deyir. Düzdürmü? Gəlin yazaq. Baxın, birinci yazıram kalsium. Düzdürmü? Kalsiumun üzərinə gəlirəm. Gəlməsək də böyle bu şəkildə yaza bilərik. Baxın. Kalsium 2 valentlidir, düzdürmü? 2 valentdə 2 yarısı 1 mol hidrogen çıxacaq. Lityuma baxıram indi. Lityum 1 valentlidir. Ona görə buradan 0,5 H2 çıxır. Lityumdan 0,5 H2 çıxır. Sonra gəlirəm natriuma. Eyni zamanda natriumdan da 1 valentlidir, 0,5 mol H2 çıxır. İndi baxın, kalsiumun özünün kütləsi nə qədərdir? 40. Düzdürmü? Kalsiumun özünün kütləsi 40 olanda qədər hidrogen ayrılır? 1. Bəs kalsiumun kütləsi burada m qram verib. M qram olanda nə qədərdir? X. X qeyd eləyək. Buradan X eləyir bərabər m bölək 40-a. İkinciyə baxıram. Lityumun kütləsi 7-dir. 7 olan nə qədər hidrogen? 0, onda 5 hidrogen. Amma burada lityum nə qədər verib? M qram verib. M olanda isə nə qədər? Y. Ona da Y deyirəm. Y də eləyir M bölək 14. İndi buna baxırıq. Burada natrium nə qədər verib? 23 verib. Yəni kütləsi 23-dür. 23-ə 0,5-dirsə natriumu M verib. M-ə də bir Z deyirəm. Z-dən olur M bölək 46. İndi siz götürüb bu X tapdığımız əslində 1-dir, düzdürmü? Bu Y tapdığımız əslində 2-dir. Bu Z tapdığımız əslində 3-dür. Amma biz tapdığımız məhlul deyil. Biz tapdığımız hidrogenin kütləsidir. Hidrogenin kütləsidir. Yəni əksini müqayisə eləyəcək. Hansının hidrogeni çoxdursa, orada məhlul nə qədərdir? Azdır. Yəni hidrogenlə məhlul tərs asılı olacaq, tamam mı? İndi ən çox burada Y-dir. Baxın, məxrəci kiçik olan daha böyükdür, düzdürmü? Ən çox Y çoxdur deməli. Y böyükdür X-dan, o da böyükdür Z-dən. Yəni ki, Y ikincidir. İkinci böyükdür. X-ımız 1, o da böyükdür 3. Şimdi bunun tərsinə götürülür uşaqlar. Dedik axı, bu biz tapdığımız hidrogenlərin müqayisəsidir. Yəni 3 böyükdür 1-dən, o da böyükdür 2-dən götürürük. Böyləcə B variantı. Yəni ən az ayrılan məhlulun kütləsi ən çox olandır. Bunu da bu şəkildə qeyd elədik, baxırıq. 63 deyini qaydada uşaqlar. Gəlin baxaq 64-cü suala. 64-dən bizdən deməli A-nın hidrogenləri A-nı, B-ni, C-ni 1 mol natrium deməli H-xlorla girəndə ayrılan hidrogen həcmini tapın deyir. 1 mol natrium su ilə girəndə ayrılan hidrogen həcmini tapın deyir və 1 mol natrium H3PO4 ilə girəndə alınan hidrogen həcmini tapın deyir. Gəlin birinci yazaq natriumlu. Natrium, yəni H-xloru. Natrium girdi H-xlorla nə alındı?
natrium klor, üstə gəl hidrogen. Sonra natrium, üstə gəlir su alınır, natrium OH və hidrogen. Sonra natrium H2PO4 girib alınır, natrium 3 PO4 və hidrogen. Əmsallaşdırsaq, bura 2 düşür, burada 2 düşür, burada 2 düşür. Əmsallaşdırsaq, bura 2 düşür, bura 2 düşür, burada 2 düşür. Buranı əmsallaşdırsaq, bura 6 düşür, bura 2 düşür, bura 2 düşür, burada 3 mol düşür. İndi gəlin baxaq. İndi hərəsində deyir 1 mol natrium. Bax, 1 mol natrium girəndə ayrılan hidrogen A-dır. Amma reaksiyada 2 mol girəndə ayrılan hidrogen həcmini soruşur. Yəni 1 mol 22,4 litrdir. Buradan A eləyir 1'ə A-sı 2, 22,4, 11,2. İndi buna baxıram. Burada yenə natrium 1'dir. Buna deyirəm B. Burada 2, bu da 1. 1 yəni 22,4 1 mol demək istədim. Bu da yenə eləyir 11,2. İndi C-yə baxaq. 1 moluna bura deyirəm C-dir, amma 6 moluna 22,4'dür. Buradan da C'miz eləyir yenə 11,2 uşaqlar, 11,2 eləyir yenə. Yəni bir nəticəyə çıxırıq ki, A-da, B-də 22,4'ü burada uşaqlar 3'ə vurmalıydım. Aha. O da eləyir 67,2. Özürləşə 3 mol hidrogen daxil. 3'ü də 22,4'ə vurmalıydıq. Baxaq 65'ə. 65 də eyni qaydadadır uşaqlar. Burada da yine ABC'ni soruşur. 66'ya gəlin baxaq. Reaksiya üçün götürülən maddəmiz hidrogendir və azotdur. Kütlələri də bərabərdir deyir bunların, düzdürmü? Aha, deyir reaksiyanın alınan amonyakın kütləsini tap deyir. Bir də artıq qalan maddənin kütləsini, artıq qalan maddəmizi bilmir. Amma deyir başlanğıcda ümumilikdə 15 Na sayda molekul varsa. Deməli biz hidrogenlə reaksiya aparıram, azotu alınır amonyak, sonra əmsallaşdırma aparırıq, bura 3 düşür və burada 2 düşür, düzdürmü? Deyir hərəsini bərabər kütlə götür. Tutalım götürək biz buradan 28, 28, düzdürmü? İkisindən də 28 götürsəm əgər uşaq da gözürürsən, yəni 3 hidrogenin qabağına yazılır. Aha. Deməli, ikisini də 28 götürsəm, düzdürmü? Hidrogen öz kütləsi də 6'dır. Bunun da öz kütləsi 28. Ona görə hər ikisindən 28 götürdüm. Azotun hamısı sərf olunur, hidrogen artıq qalır. Nə qədər artıq qalır? 28'in 6 çıxıram 22. Deməli artıq qalan kütləsi 22. Tamam mı? 22. İndi bizdən alınan amonyak istəyir. Aha, bir də bu arada uşaqlar mol sayını tapsaz, özünüz görərsiniz ki 15'dir uşaqlar. Niyə? 1 mol azotdur. 28'i də 2'yə bölərəm. 14'de hidrogendir. Yəni buna uyğun gəldi bu 28'i götürsək. Burada 15 verməzdi, 30 verərdi. Onda bu ikisini 28'e 56 götürərdik. Və yaxud da 15 verməzdi, 7 onda 5 verərdi. Onda 2'yə bölərdik, 14 götürərdik. Yəni 15 verib və 28'e uyğun gəlir deməli düzdür. Və biz həmişə demişik axı 28 hamısı sərf olunacaq, tam sərf olunacaq. Bu isə artıq qalan oldu. Biz isə reaksiyanı tam sərf olan aparırıq. Yəni hidrogenlə yox, azotla aparacağıq. Azot 28 götürəndə bilmirəm 28'e x, amma reaksiyanın özündə amonyakın kütləsi
14'dür. 2 amonyak 30, 17'dir. 2 dənə amonyak da 34 eləyir. Buradan da x'imiz eləyir. Yəni alınan amonyakın kütləsi 28 eləyir. Düzdürmü? Dəqiqə yox, 34 dəqiqə. Hə. 28-ə 34'dür. Elə burada 34 qalır. Deməli x'imiz 34 oldu. Y-imiz 22. O da baxın C variantında qeyd olunur. Baxaq. Baxırıq 67-yə. İndi burada yenə valentlik məsələsidir. 1 moldan 2 qram hidrogen, yəni nə qədər hidrogen alınır? 2 qram hidrogen 1 mol hidrogen deməkdir. Bu 1. 4 qram burada 2 mol hidrogen deməkdir. Bax bu 2-dir, bu 1-dir. 3 qram isə 1 onda 5-dir. Düzdürmü? İndi nə deyir sizə? Natrium 0,5 valentliyin yarısı qədər, kuprum ümumiyyətcə götürmürük, natriumu da götürmürük. Natrium necə girsin? Anla beni çıxardaram. İndi gəlin qalınlarına baxaq. Alüminium 1,5, sink 1, silisium 4'ün yarısı 2. Düzdürmü? İndi bir hidrogen olan cavabımız 1,D qədər. 2 olan cavabımız Y qədər. 3'e də S qədər. 1D, 2Y, 3D S. D, Y, S, D variantı oldu uşaqlar. 68-də həmin qaydada gəlin bunları da yazaq. Bax 3 qram, yəni 3, 1,5 alüminium götürürsünüz. 1'ə S, 2 qram 1 mol olan hansıdır onu götürürük. Yəni sink 2'yə yarısı 1. D, 4'də 2 mol da silisium. S, D, Y, o da Y variantı oldu uşaqlar. Baxırıq 69'a. Birinə müsbətdir, birində sıfırdır, birində mənfi. Yəni hansı həm müsbət, həm 1, həm 0, həm mənfi bir oxsigen dərəcəsi göstərir? Hidrogen. Bunu bayaq demişdik. 70-ci sualda nə deyir? Deyir Wolfram O3. Düzdürmü? Mol miqdarları deyir bərabərdir. Reaksiya sərf olunan hidrogenin maksimum mol miqdarını birinə X deyib, birinə Y deyib. Müqayisə eləyin deyir. Düzdürmü? Deməli gəlin yazaq. Wolfram O3 üstünə gəlirəm. 3 mol hidrogen alınır. Wolfram üstə gəl 3 mol su. İndi baxın. 1 mol wolfram götürənə 1 mol wolfram necə hidrogen 3 hidrogen. Düzdürmü? Bəs A-mol girəndə X. Elə özü deyib X ilə gətirir. X. Buradan X neçə eləyir? 3A eləyir. Düzdürmü? X-imiz eləyir 3A. Növbəti kuprum oksid. İndi yazıram. Kuprum O. Üstə gəl. Hidrogen alınır. Kuprum üstə gəl su. Yine 1 mol kuprum oksidə 1 hidrogen. Bəs kuprum oksid alanda da özü deyib Y hidrogen. Y. Buradan ise Y'imiz eləyir A. X'imiz 3A'dır, Y'imiz eləcə A olmuş oldu. İndi baxın, X 3A'dır, Y A'dır. Deməli X Y-dən böyükdür, düzdürmü? Bir X Y-dən böyükdür, bir də X bərabərdir 3 dənə, yox, Y bərabərdir, X bərabərdir 3 dənə Y-ə. Yəni 70'də cavabımız 1 və 3 Y variantı eləmiş oldu. Baxırıq 71-ci suala. 71-ci sualda da yəni reaksiyanı yazmalıyıq. Daha sonra isə doğrudumu, yanlışdımı reaksiyadan biləcəyik uşaqlar. Reaksiyada
Nə reaksiya yaparıq? Özü deyib, sinklə duru sulfatı. Sink üstə gəl H2SO4 duru. Düzdürmü? Alır nə? Sink SO4 və hidrogen. Tamam mı? Baxın, burada deyir 6.5 girib, düzdürmü? Onda bunun başına yazıram 6.5. 6.5 girəndə nə qədər sink SO4 alınır? Bir Y deyim, nə qədər hidrogen alınır? Burada bir X deyim. Reaksiyanın özündə sinkin kütləsi 65-dir. 65 olanda, çünki baxın, burada molla tapaq gəlin. Molla tapaq. Litrlə də tapa bilərik, molla tapa bilərik. Hansını istəsəz. Baxın, birincidə litrlə verib hidrogeni. Onda hidrogeni litrlə tapaq gəlin. Bax, X-in başına 22.4 yazım onda. Çünki hidrogeni, baxın, burada bizdən litrlə soruşur. Amma sink SO4-ü molla. Buna da 1 mol yazaq. Buna da 1 mol. Aha, 6.5-ə Y, 65-ə X. Birinci gəlin bu Y-i tapaq. Y eləyir 0.1 nə? Mol. Deməli 0.1 mol sink SO4. Amma burada nə verib? 0.2 mol sink SO4. Deməli 2 səhvdir. İndi gəlin X-i tapaq. 6.5-ə əgər buradan bir də yazsam 6.5-ə X isə 65-ə də 22.4. X də buradan eləyir 22.4 litr. Düzdürmü? 22.4 hidrogen ayrılır. Əvəz etmə reaksiyasını bəli, əvəz etmə reaksiyası. Çünki bir bəsir bir mürəkkəb gelinir, bir bəsir bir mürəkkəb də alınır. Deməli cavabımız elədir B variantı. 72 də eyni qaydada uşaqlar. Baxırıq 73-ə. 73-də nə deyir? Deyir ki, X-la Y reaksiya girsin və hidrogen ayrılsın. Bu demək istəyir. Yəni, hansında X-la Y reaksiya girir və hidrogen ayrılır. Biz bilirik, sulfatda qatısından çıxmır, nitratın qatısından, durusundan çıxmır. Kuprumda H-kloru çıxarda bilməz, natriumdan H-klor gəlir, natrium klorla hidrogen ayrılır. 74-də baxırıq. 74-də nə deyir deməli bizə? Deyir ki, reaksiyanın hər birində 1 mol hidrogen ayrılırsa, alınan qələbələrin mol sayının həcmini müəyyən edin. Biz hamısının reaksiyasını aparmalıyıq. Yəni, natriumu suyla aparmalıyıq. Yəni, suyu eyni zamanda natriumla reaksiya aparmalıyıq. Suyu eyni zamanda kalsiyumla, həmçinin də natrium. Deməli, yazaq reaksiyaları. Baxın, natrium üzərinə su gəlirəm. Alınır natrium OH və H2. Tamam mı? Sonra kalsiyum üzərinə su gəlirik. Alınır kalsiyum OH 2 və H2. Sonra natrium hidridin üzərinə belə oldu. Natrium hidridin üzərinə su gəlirik, alınır natrium OH və H2. Əmsallaşdırsaq, burada 2 düşür, burada 2 düşür, burada. Sonra indi gəlin 1 mol hidrogen ayrılarsa hamısında alınan qələbələrin, yəni bu natrium, kalsiyum, natrium hidrid, yox, natrium OH, kalsiyum OH, natrium OH-a soruşur, tamam mı? Bax, 1 mol hidrogen girəndə natrium OH, bilmirəm, bunu A deyəcəm. Burada da bir hidrogenə 2-dir, reaksiyanın özündə. A eləyir
2. Sonra gəlirəm buna. 1-ə B-dirsə, yenə 1-ə 1-dir burada reaksiyamızda. Deməli, elə B-miz də 1-dir. Sonra digərində 1-ə C-dirsə, elə 1-ə 1 C edilir buradan 1. 2 1 1 neçə elədi? Cəmi 4. Deməli, cavabımız elədi 74-də B variantı. İndi baxırıq 75-ci sual. 75-ci suala deyir ki, orta molar kütləsi 17-dir, düzdürmü? Hidrogenlə oksigenin qarışığının 20 litrinə hansı qazdan neçə litr əlavə etmək lazımdır ki, gürültacı qaz qarışığı alınsın. Baxın, hidrogen var və oksigen var. İkisi bir yerdə 20 litrdir. 20 litrdir. Və bizə deyir ki, gürültacı qazın tərkibində nə var? 2 mol hidrogen, 1 mol oksigen. Aha, hidrogenlə oksigeninki 20 litrdir. İndi ikisi bir yerdə 20-dir. Məsələn, əgər mən oksigenə X desəm, onda hidrogen nə qədər olar? Hidrogen 20 çıxar X olar ki, cəmi bir yerdə 20 eləsinlər, düzdürmü? Bizə də M ortanı deyir ki, 17-dir, bərabər 17-yə. M ortanı tapanı nə edirdik? Bərabərdir 17, yəni 40. 40-ı hardan aldıq deməli? 40 çıxaq 2x, düzdürmü? Kütləsini, oksigenin, hidrogenin öz kütləsindən oksigenin öz kütləsini topadıq. 20 minus x idi. Onda hidrogen 2 dənə daxı. O deyir 20 minus x 2-yə vursaq 40 minus 2x eləyir. Üstünə də gəlirəm oksigen kütləsi 32. 32-ni 2-yə vuram eləyir 32. 32-ni x-ə vuram eləyir 32x. Bölürəm bunların cəmini. Yəni hidrogen oksigenin cəmi nə qədər elədi? 20. Bərabər 20. Buradan da x-imiz eləyir 10. 10 tapdıq oksigenin. Oksigenimiz 10, hidrogenimiz neçə eləyir? Yenə 10. 20-dən 10 çıxırıq axı. Amma reaksiya baxın bir dənə. 2 hidrogen üstəgəl oksigen alınır 2 su. Düzdürmü? 2 hidrogenə 1 oksigen lazımdır. Biz oksigeni 10 tapdıq. 10 oksigen nə qədər? X. X deyir 20. Deməli 20 hidrogen. Biz burada 10'u var. Neçəsini əlavə eləmək lazımdır? 10'u əlavə eləmək lazımdır deməli. Cavabımız deyilər C variantı. Baxırıq 76-ya. Deməli 76-da da deyir birinci, ikinci, üçüncü qablarda ayrılan hidrogenin deyir həcmi üçün doğru münasibəti müəyyən edin. Reaksiyalar suda məhlulda baş verir deyir. 76-cı sualda. 1 mol silisium 2 mol natrium OH-la girir, 1 mol kalsium 2 mol H xlorla girir, 1 mol alüminium 3 mol H xlorla girir. Hamısının reaksiyasını yazmalıyıq birincisi. Yəni silisium üzərinə gəlirsiniz. Natrium OH 2 mol natrium OH. Üstünə gəlirik su. Buradan alınır. Natrium 2, silisium O3, üstə gələr 2H2. Sonra kalsiyuma baxaq. Gəlin birinci bunu yazaq, sonra digərlərinə keçərik. Deməli silisiumdan deyir 1 mol silisium və 1 mol silisium 2 mol natrium OH-la girir, düzdürmü? Reaksiyanın özünə zaten 1 mol silisium 2 natrium OH-la girir. Yəni fərqi yoxdur. Hansını istəsəz yaza bilərsiniz. Deyir nə qədər hidrogen ayrılır. Bax, ayrılan hidrogenin həcmini müqayisə edir. Ayrılan hidrogen X-dir. Amma reaksiyon özü də 2-dir. Yəni yazsaq belə yazırıq. 2 natrium OH-a 2 hidrogen lazımdırsa və yaxud da 1 silisiuma 2 hidrogen lazımdırsa 2 natrium OH-a nə qədərdir? X-dir. Buradan da elə cavabımız eləyir nə? 2. Bunu tapdıq mı? 2.
Deməli, birinci də cavab oldu nə? 2. İndi gəlin silək, ikincini yazaq. Yəni, kalsiumdan olanı yazaq. Kalsiumda üzərinə H-xlor gəlir. Kalsium H-xlorla girir. Nə alınır? Kalsium klor 2 və H2. Yetmiş altıda indi əmsallaşdırsaq bunları, bura 1, 2 düşür. İndi yenə kalsium deyir 1 moldur. H-xlorda 2'dir. Reaksiyanın özünə zaten. Bu da 1'dir, bu da 2'dir. Ayrılan hidrogen də X, amma burada 1'dir. Yəni 2'yə 1'dirsə, elə 2'yə də 1'dir. X-imiz deyilir nə? 1. Deməli, bu da 1 oldu. İndi baxırıq H-xlora, alüminiumla olan H-xlora. Alüminium üzərinə gəlirik H-xlor. Alınır alüminium 3 valentlidir, yəni alüminium xlor 3 və hidrogen. Əmsallaşdıranda bura 2 düşür. Bura 6 düşür. Burada 2 düşür. Burada 3 düşür. Deyir 1 mol alüminium 3 mol H-xlorla. Reaksiya üzərində 2 mol alüminium 6 mol H-xlorla. Biri də 2'yə bölünür 0,5 eləyir, 3'ü də 6'ya bölünür 0,5 eləyir. Yəni nisbət eynidir. Hansını istəsəz yenə yaza bilərsiniz. Bilmirik nə qədər. Buna bir yenə X deyirəm, bu da 3'dür. 3'ə X-dirsə 6'ya 3'dirsə X deyilir buradan 1,5. Bu da elədi 1,5. Müqayisə eləsək 1 böyükdür 3'dən, o da böyükdür 2'dən. Yəni cavabımız deyilər nə? Y variantı. 77'də də həmin qayda ilə həll olunur. Baxırıq 78-ci suala. Məsələdir. Burada da reaksiya yazmalıyıq deməli. Birinci kuprum oksidi üzərinə gəlirik. Hidrogen. Alınır buradan kuprum və su. Kuprum üzərinə su. Tamam. İndi baxın. Deyir ki sizə 1,12 də hidrogen olub. Baxın, bunun başına yazıram. 1,12 litr. Özünə qədərdir 22,4 litr. Düzdürmü? Aha. Deyir, axıra qədər getmişsə, kuprum oksidinin kütləsini tapın və alınan misin kütləsini tapın. Kuprum oksidə X deyək, alınan kupruma da Y deyək. Düzdürmü? Reaksiyanın özünə kuprum oksidinin kütləsi 80-dir, 64,6 gəldim. Kuprumun kütləsi 64-dür. Və belə həll edəcək. Yəni, bir dəfə yazırıq X-a 1,12-dirsə, 80'ə 22,4. Buradan X-i tapırıq, eləyir 4. 4. Sonra yazırıq 1,12'yə Y-dirsə, 22,4'ü də 64. Y-də buradan eləyir 3,2. Cevabımız deyilir D variantı. 79'da eyni qaydada həll olunur. Sadəcə bir təmiz olunur. 2'nin yerinə 2,8 etil. Gəlin 80'ə baxaq. 80'də reaksiyanı yenə yazmalıyıq, əmsallaşdırmalıyıq. Verilənlərə uyğun tənlik qrup axırda da artması rastlayır, azalması rastlayır. Onun əsasən müqayisəni aparır. Yəni, hamısını pillə-pillə eləsəz, kəsin heç nə yoxdur. Sadəcə gəlin reaksiyanın ən lazımı reaksiyadır. Alüminium üzərinə gəlirik, natrium OH. Üstünə su, biz bilirik ki, alüminiumlu, berilyumlu, sinkli, silisiumlu. Bunlar qələvlərlə girir və hidrogen alınır. Buradan alınır, deməli, 2 mol natrium, alüminium, O2 və 3 mol hidrogen. Bunların da hamısının yadına 2 düşür, əmsallaşdıranda. Deməli,
Burada baxın, deyir ki, eyni mol miqdarda alüminium, silisium, sink götürülmüşsə, alüminium da, sink də, silisium da eyni molda götürülməlidir, tamam mı? Aha, bunu bir dənə xətt çəkim. İndi keçim digər reaksiya. Yəni sinklə. Sink üzərinə gəlirəm natrium OH. Buradan da alınır natrium 2, sink O2 və hidrogen. Bu da daha bir reaksiyamızdır. İndi əmsallaşlarında bura 2 düşür. İndi keçək 3-cü reaksiya. Silisium olanı. Silisium üstə gələk. Natrium OH. Üstünə su. Alınır. Natrium 2. Silisium O3 və hidrogen. Tamam, əmsallaşdıranda bura 2 düşür. Burada 2 düşür. İndi bizə deyir ki, eyni mol miqdarda götür. Alüminium da, silisium da, sink də. Alüminium 2-dir burada, sink 1-dir, silisium 1-dir. Gəlin hərəsindən 2-2 götürək, yaxşı mı? Məsələn, alüminiumdan 2 götürsək, indi bunu da dəyişim, başqa rəngdən yazım. Yazıram mavi rənglə. Aha. Alüminium götürürəm 2. Alüminium götürsəm nə qədər hidrogen alır? X. Amma reaksiyon üstü 2-yə 3-dür. 2-yə üstü 2-yə də elə X-imiz eləyir nə? 3. İndi keçirəm davamına. Sinkə. Sinkdə yenə 2 götürək. Sinkə də 2-yə deyək yenə Y. Sink özü burada 1-dir. 1-ə də 1. Y-imiz deyir 2. Gəldik silisiuma. Silisiumda 2 götürürəm. Burada bir Z yazaram. Silisiumda da 1 silisium girəndə 2 hidrogen ayrılır. Z-imiz də eləyir 4. Deməli, bu birinci idi. Baxın, bu birinci idi. Bu ikinci, bu da 3. Deməli, buradan belə nəticəyə gəldik ki, 3 böyükdür 1-dən, o da böyükdür 2-dən. Bizdə artma sırası isə kiçikdən böyüyə düzməli, yəni ən az olan hansıdır? 2, sonra 1, sonra da 3. 2, 1, 3, o da D variantında qeyd olunub. Yəni, artma deyəndə kiçikdən böyüyə, azalma deyəndə böyükdən kiçiyə düzmək lazımdır. 81-də nə deyir? Deyir 1 mol su, 1 mol su X-dan Y-dən girir, 0,5 mol hidrogen ayrılır və 1 mol hidrogen ayrılır. Yəni 2 dənə hidrogen ayrılmalıdır. Oksidləri çıxaram, çünki oksidlərdən hidrogen çıxmır. AB getdi, yəni eyni zamanda burada da var. Deməli, ya C variantı olacaq, ya da Y variantı olacaq. Birinə natriumla başlayır, birinə natrium hidridlə. Niyə elədir? Çünki baxın, hidrogen fərqlidir. Birində 0,5 mol hidrogen ayrılır, birində 1 mol hidrogen ayrılır. Ona görə biz reaksiyaları yazıb aparmalıyıq. Bir dəfə natriumla suyun reaksiyasını aparmalıyıq. Bir dəfə də natrium hidridlə suyun reaksiyasını aparmalıyıq ki, hansında 0,5 mol hidrogen ayrılır, hansında 1 mol hidrogen ayrılır. Ona görə elə qeyd ediblər bizdə. Baxın, natrium üstə yenə su, birinci natriumla su yaparım reaksiya. Alınır buradan natrium OH və hidrogen. Əmsallaşdırsaq, bura 2 düşür, burada 2 düşür. İndi 1 mol su girəndə, bilmirəm nə qədər hidrogen, amma 2 mol su girəndə bir dənə hidrogen, düzdürmü? Buradan da X eləyir 0,5. Deməli, X 0,5 isə Z-imiz belə çıxır ki, X-imiz olmalıdır. Elə natrium, elə cavabımız onda C variantı eləyir uşaqlar. Digərində yoxlasaq, elə 1 mol hidrogen olmuş olur. 82-də deyir, hansını hidrogen alır? Biz bilirik ki, nitratın durusundan, qatısından alınmır. Ona görə cavabımız 1 və 4 olacaq. 83 deyir, hidrogen alınsın.
Yine həmin qayda sulfatın qarşısına çıxmır. 5-i çıxdıqmı 83-cü sualda. 2-ni də çıxırıq çünki kuprum su ilə reaksiya girmir. Bariumdan, kaliumdan, H5OH natriumdan girəndə hidrogen alınır. Cavabımız deyir 1, 3, 4. Baxaq 84-ə. Deyir ki, yenə hidrogen alınsa nitratın qarşısından doğrusundan çıxmır. 3-ü çıxartdıq. Gələk digər variantlara. Birincidən də alınmır. Birincidən su çıxır. Baxın, OH-ı götürür və kalium xlor. Bu mübadilə reaksiyasıdır, amma qalanları düzdür uşaqlar. 2-dən də hidrogen alınır, 4-dən də, 5-dən də hidrogen alınır. Baxaq 85-ə. 85-də reaksiyanı yazmalıyıq. Ona əsasən variantları tapırıq. Baxın, rəngini dəyişin, daha yaxşı seçilsin. 85-də. CH4 su ilə girəndə uşaqlar CO ayrılır və 3 mol hidrogen. Yəni reaksiyanın məhsulu bunlardır. Alınan qaz qarışının orta molyar kütləsini tapaq gəlin. M ortanı, yəni bu CO-nun 3H2-nin orta molyar kütləsidir. CO-nun kütləsi 28. 3 hidrogenin kütləsi 3-2-yə vuraram 6. Bir-birlə də 3 toplayıram 4 mol eləyir. O da cavabımız nə elədi? 8,5 qram. Tapdıq mı 8,5 qram? Deməli, bir düzdür. Sonra, hidrogen sinayda alınmış sudur. Bəli, bunu qabaqki testlərdə də işləmişdir. Alınan qaz qarışığı su qazı mı? Xeyr, su qazı deyil. Sintez qazı. Su qazı karbon üstə gəlsin alınır, onu da demişdik. Bərk yanacağın qazlaşdırılması reaksiyası mı? Xeyr, reaksiya adi şəraitdə getmir. Bəli, adi şəraitdə getmir fikri də düz fikirdir. Gəldik 86-nın reaksiyasını yazaq. 86-da nədir? Deyir, kalsiyum hidrit, tamam. Su ilə reaksiya girir. 10,5 qram kalsiyum hidritimiz su ilə reaksiya girir və 5,6 litr hidrogen ayrılır. Praktik çıxımı deyir, hesablayın. Praktik çıxımı aid məsələndə gəlin yazaq bir dənəsini həll edək. 87-də 10 qaydada ikisini də yazacağım uşaqlar. Baxın. Kalsiyum hidrit, kalsiyum H2. Üstünə gəlirik su. Alınır kalsiyum OH2 və H2. Əmsallaşdıranda bura 2 düşür. Burada 2 düşür. İndi baxın, 10,5 qram girsə. Nə qədər hidrogen ayrılır? X. Bəs kalsiyum hidritin öz kütləsi nə qədərdir? Burada verib 42. 42 qram girəndə isə neçə litr? 2 mol hidrogen 44,8 litr. Litrdən tapırıq. Amma X litrdir. 42 qramla 44,8 litrdir. Düzdürmü? X'imiz də buradan eləyir 11,2 litr. 11,2 litr hidrogen tapdıq. İndi baxın. 11,2 litr tapdığımız reaksiyadakıdır. Yəni bu 11,2 litr reaksiya tapılır deyə onlar həmişə 100% olur. Amma sən deyir 5,6 litr. 5,6 litr neçə faizdir? Bilmirəm neçə faizdir. Onu bir Y deyək. Y də burada nə eləyir uşaqlar? 50%. Yəni reaksiyanı tapılan həmişə 100% olur. Verilən cavab isə çıxımı tapmamıza kömək edir. O da eləyir 50%. İndi gəlin 87-nə tapaq. Daha yaxşı başa düşəsiniz. 87-dən kalsiyum hidridi verib. Yenə buradan praktik çıxım. Sadəcə rəqəmləri dəyişib. Baxın, yenə yazıram kalsiyum hidrid. Üzərinə gəlirəm su. Alındı kalsiyum OH2 və H2. Yenə əmsallaşdırıram. Bura 2 düşür. Və burada 2 düşür. İndi baxın. Yenə 10,5-ə. Bilmirəm nə qədərdir. Amma 42-yə 44,8.
Yenə buradan çıxır x-imiz. Nə qədər? 11,2 litr. Yenə 11,2 litrimiz reaksiyadan tapdığımız olur 100%. Amma bizə verilib bu səfər 6,72. 6 tam %72 litrimiz isə y%. Buradan da y eləyir 60%. Cavabımız nə elədi? 60% eləmiş oldu. İndi gəlin baxaq 88-ə. Deməli, baxırıq 88-ə. Reaksiyanı yazıram. Sinkin üzərinə gəlirik. H kloru alınır. Sink, klor 2 və hidrogen. Tamam. Sink, klor 2 və hidrogen. İndi deyir ki, metalın kütləsi 65-dir. Tamam, 65 yazdıq sinkin başına və ayrılan hidrogen də N moldu deyir. Zaten reaksiyamızda da sink 65 qramdır, ayrılan da 1-dir. Deməli, N'imiz buradan belə çıxır ki, nəyə bərabərdir? 1-ə. N'imiz 1, burada 1-dir onda. İndi gəlin dəmirlə olan reaksiyanı da yazaq. Dəmirin üzərinə gəlirik, yenə H xloru alınır. Dəmir, xlor 2 və H2. Düzdürmü? Burada 1, 2 düşür. İndi baxın, dəmirimiz bu səfər 56 qramdır. Burada öz kütləsini deyib, zaten aşağıya biz öz kütlələrini yazırıq. Düzdürmü? Yuxarıya x-i tapılacaq. Dəmiri də metalın kütlesi x olaraq qeyd edilir. Burada bizə x yazdıq. Hidrogen də 1 və 1-dir. Çünki reaksiyanın özündə 1 moldu. Burada da N-i 1 tapdıq. X-imiz də buradan ilə 56 çıxır. Deməli, cavabımız da elədi 56. 89 da eyni qaydadadır. Gəlin 90-a baxaq. Deməli, 90 nə deyir? Deyək, sənayedə hidrogen qazının metalların üzərindəki oksid təbəqəsinin təmizlənməsinə, maye yağların bərk yağlara çevrilməsinə və sair geniş istifadə olunur. Bura kimi məlumat xarakterlidir. Yəni, hidrogen haqqında məlumat verir. Deyir, bu proses nəticəsində hər dəqiqədə 1 mol hidrogen sərf olunarsa 1 saat üçün. Uşaqlar, 1 saatımız neçə dəqiqədir? 60. 60 dəqiqədə. Onda 60'ı 1 mola 60 dəqiqə. Onda vururuq 1 mola ki, 1 dəqiqədə 1 mol 60 dəqiqədə neçə mol? Elə də 60 mol. 60 mol. 1 molun kütləsi də 1 qram. Bizə nə istəyir? Kütləni istəyir. Hidrogenin kütləsi də H2. Neçə oldu? 2 qram. Düzdürmü? 60 moldan da 2 qrama vurarıq. Eləyər neçə qram? 120 qram. Cavabımız deyildi nə? 120 qram eləmiş. Baxırıq indi 91-ci suala. Metalın verib, mol miqdarını verib, üstə tam reaksiyasını əmələ gələn hidrogen həcmini soruşur bizdən. Düzdürmü? Tamam, kalsiumun üzərinə onda mən gəlirəm suyu. Kalsium üzərinə su gələndə alınır. Kalsium OH2 və bir də hidrogen. Düzdürmü? Əmsallaşdıranda suyun qabağına 2 düşür. Qalanı düzdür. İndi deyir mol miqdarı 2-dir. Başına 2 yazıram. Özünün mol miqdarı da 1. Aşağıya da 1 yazıram. Su ilə reaksiyanın əmələ gələn həcmi x. Yuxarı x yazdıram. Özü də 1 moldur. Həcmi istəyir. 1 mol həcmi nə qədərdir? 22,4 litrdir. 1'ə 22,4 litrdirsə 2'yə nə qədərdir? X da eləyir 44,8 litr. Deməli, 91-ci sualda cavabımız 44,8 litr. Zaten bariumda eyni qaydadadır deyə, elə bariumda da cavabımız eləyər 44,8 litr. Çünki bariumdan kalsium eyni xarakterlidir. Sadəcə kalsium ilə barium qoyacaq. Zaten mol miqdarı ikisində 2-dir. Ayrılan hidrogen də ikisində də x verib. Cavabımız da eləyər 44,8 litr. Baxırıq 93'ə. Burada da yenə hamısının bir reaksiyasını yazmalıyıq uşaqlar. 93'də
bir dəfə kaliumu su ilə aparırıq, bir dəfə kalium hidridi su ilə, bir dəfə də kalsium su ilə aparırıq. Gəlin yazaq 93-ü. Yazıram kalium. Üstünə gəlirəm su. Alınır kalium OH və hidrogen. Əmsallaşdırıram. Burada 2 düşür. Burada 2 düşür. Burada. İndi baxın. Kalium OH-a X deyirəm. Burada 22,4 deyirəm. Özü deyir ki 22,4-dür alınan hidrogen. Ona görə yuxarıda onları yazdım. Aşağıda kalium OH 2 mi oldu? Hidrogen isə burada elə 22,4 itirdim. X da buradan eləyir 2. Deməli, kaliuma tapdım 2. İndi kalium hidrid yazaq. Kalium hidrid. Üzərinə gəlirik su. Alınır kalium OH və hidrogen. Əmsallaşdıranda hamısına da bax elə 1 olaraq qalır. Buna da deyək məsələn Y. Özü deyir ki hidrogen 22,4. Reaksiyada 1, 10, yəni 22,4. 20'miz 22,4 litrdir. Y-imiz də buradan eləyir 1. Deməli, kalium hidridə nə tapdıq? 1. İndi kalsium yazıram. Kalsium üstünə gəlirəm. Su. Alınır. Kalsium OH2 və hidrogen. Düzdürmü? Əmsallaşdırsaq, bura 2 düşür. Qoy bu Y biri silim, yazamayacağız. İndi buna da bir Z deyərəm. Zaten bunu deyir ki 22,4'dür. Reaksiyanın üstündə bu 1 moldu. Bu da 1 mol, yəni 22,4 litr. Z'imiz də yerine 1. Bu da 1 oldu. Neçə mol deyir? 2 üstə gəl 1, 3, 3 üstə gəl 1, 4. Cavabımız da nə? 93'də 4. 95'e gəlin baxaq. 95'də 96'da 94'də 95'də eyni qaydada da birini yazacaqdır. Yazıram 94'ü. Deməli, sinkin üzərinə H-xlor gəlirik. Yazıram sink üstə gəl H-xlor. Alınır sink, xlor 2 və bir də hidrogen. Baxın, buradan deyir ki, bu sink bu H-xlorla girir və hidrogen ayrılır. Yəni, burada demək istəyir ki, sən sinki H-xlorla reaksiya yapar. Mən də sink H-xlorla reaksiya yapardım. Hidrogen bir də yanında sink xlor 2 ayrıldı. Yəni, sink xlor 2 alındı. Əmsallaşdırmağa da ehtiyac yoxdur. İndi baxın, deyir 26 qram. Başına yazdım 26 qram. Ayrılan hidrogeni də bilmirəm. Ona görə hidrogeni də yanına başına yazdım X. Reaksiya sinkin kütləsi 65 qramdır. 1 mol sinkin kütləsi baxın aşağıda deyib. Hidrogen isə 1 moldur. Düzdürmü? Buradan X-imiz eləyir 0,4. Tamam mı? İndi davam eləyək. Dəmiri üzərinə H2SO4 məhlulunu gəlirəm. Yazıram dəmir. Üstə gəl H2SO4 duru yazdım. Buradan da alınır dəmir SO4 və bir də hidrogen. İndi deyir ki, dəmirin kütləsi M qramdır. Bunun başına yazdım M qram. Ayrılan hidrogeni də biz burada neçə tapdıq? 0,4. Çünki deyir ki, aşağıda hər iki qabda ayrılan hidrogenin həcmi eynidir. Eynidir. Yəni burada hidrogen 0,4 tapmışsa, burada da hidrogen 0,4'dür. İndi baxın, dəmirin burada kütləsi 56'dır. Hidrogen də burada 1 moldur. Buradan da
M eləyir, deməli 22.4. Deməli M-imiz də elədi. Baxırıq 96-ya. 96 çox rahatdır, yəni bəlkə də çoxunuza çətin gəlir bugünə kimi, amma indi çox rahat olacaq sizin üçün. Niyə? Çünki rahat yolunu deyəcəm. Deməli kalsium hidrid. Üzərinə gəlirik su, alınır, kalsium, OH2 və bir də hidrogen əlbəttə ki, əmsallaşdırıram, bura 2 düşür, burada 1, 2 düşür. Baxın, deyir ki, kalsium hidridin kütləsi 18-dir, tamam. Qalan bərk kütləmsi bu da 30-dur. Baxın, bu 18-dir, bu da 30-dur. Bununla bunun arasındakı fərq nədir? Baxın, bunda da bir dənə kalsium var, bunda da. Tamam, bu fərq deyil. Burada da 2 dənə hidrogen var, burada da. Amma burada 2 dənə oksigen var, burada yoxdur. 2 dənə oksigen, düzdürmü? 2 dənə oksigenin fərqlidir sadəcə olaraq. 30-dan 18-i çıxıram. Bu oksigenin kütləsini verir mənə. 12. Deyir, bərk kütlədə oksigenin kütlə payı. 12-ni də bölürəm 30-a. Çünki 30-uydu axı bərk kütlə. Mən də bərk kütlədə faizini istəyir oksigenin. Vururam 100-ə. Eləyir 40%. Baxın, bu qədər rahatdır. Bir dəfə dediyim. Burada bir dənə fərqli oksigendə, deməli, bərk kütlədə bir dənə fərqli oksigendir. Onun da fərqini tapmaq üçün 30-18 çıxdım, elədir oksigeni 12. Bərk kütləmizin kütlədə 30-da, bərk kütlədə istəyir oksigeni. Biz də kütlə payını tapanda bərk kütlə nədirsə ona bölməliyik oksigenin kütləsini. 12-ni 30-a bölüb 100-ə vurdum, elədir 40%. Aha, baxaq indi 97-yə. 97 mən reaksiyaları yazmalıyam. Sonra da uyğunluğu müəyyən etməliyik. Deməli, gəlin bir-bir reaksiyaları yazaq. A-nı da, B-ni də, C-ni də, D-ni də, Y-ni də hamısını yazmalıyıq. Uşaqlar, kuprum üstəgəl H-xlor reaksiya getmir. Yəni, belə bir reaksiya yox, çünki kuprum hidrogenindən zəifdir, çıxara bilməz. Getmədi mi reaksiya? B-dən nə alınır? B-dən də təbii ki, alınır hidrogen və oksigen. Sonra C-dən nə alınır? Kalium NO2, O2. D-dən nə alınır? Natrium OH. Y-dən nə alınır? Su plus oksigen. İndi baxın. Deyir, yalnız bəsit maddə alınır. Bax, B variantında yalnız bəsit maddə alındı. Başqa yalnız bəsit alınan yoxdur. Deyir, yalnız mürəkkəb alındı. D variantında yalnız mürəkkəb alındı. Deməli, A, B, D getdi. Deyir, həm bəsit həm mürəkkəb alındı. O da C ilə Y-dədir. 98-də A-nı yazıram reaksiyasını. Azotun üzərinə hidrogen gələndə biz bilirik ki, bir azota 3 hidrogen lazım olur, düzdürmü? Ona görə cavabımız aha. Deməli birinci deməli azot A variantı gedər 3-ə. Çünki 22.4 çevran 67 onda kilometr eləyir. Baxaq B-yə. Yəni oksigen məsələsinə biz bilirik 2 hidrogen bir oksigenlə gedir. O zaman da B variantı 44.8 litr eləyir. 2 hidrogen axı burada 3 idi, burada 2. 44.8 2-nə 22.4-ə vurandan 44.8 litr. A getdi, B getdi. Kuprum oksidə baxırıq C variantında. Kuprum oksiddən üzərinə hidrogen gəlsək, kuprum və su alınır. Burada da nisbət 1-in 1-ə, yəni 22.4. İndi Y variantına baxırıq. Y variantına da wolfram O3-ün üzərinə hidrogen gələndə wolfram alınır və su alınır. Burada 1, 3 düşür uşaqlar.
Burada isə yenə 67.2 litr, çünki çıraq 22 kondit 67.2 litr eləmiş oldu. 99 da eyni qaydada uşaqlar. 1-ə gedir A, 2-yə gedir D və Y, 3-ə isə gedir B. C heç birinə getmir, çünki C ilə olan cavab yoxdur. Burada bayaq dedik, Wolfram 67.2 litr edir.